Ramazan ayının son günüdür. Anamız xanım Fatimə Zəhraya müraciət edirəm. Deyirəm, ana, sənin başva dolanım, sənə qurban olum. Ramazan ayı getdi, mən yenə heç nə eləyənmədim. Mən heç nə eləyənmədim. Bu fürsət gəlmişdi, məni oyadanmədi. Mən neyniyim? De görüm, mən neyniyim? Ana, Ramazan ayı bitir, az qalıb. Neçə dəqiqə qalıb, neçə saat qalıb. Sən o kəs deyilsən ki, sən axır nəfəsində mən oxumuşam, baxdı başının üstündə ağlayan Əliyə, axır saatında dua elədin, dedin ki, Allah bizi sevənləri bağışla. Dedim, mən başım üstündə ağlayan Əlinin haqqını and verirəm. Sən belə anasan. Ana, yadındadır, Əlini boynuna kəndir salıb çəkə-çəkə məscidə aparırdılar, yadındadır. Getdin köməyinə çatdın Əlinin. Dedim, mən bu kəndirləri qolundan açdıraram, boynundan açdıraram. Ana, bizi də çəkib aparırlar Ramazan ayından. Ramazan ayından bizi çıxardırlar. Şeytan boynumuza kəndir salıb bizi çıxartmaq istəyir. Mən day şeytana yem olmaq istəmirəm. Mən day belə yaşamaq istəmirəm. Necə fəryadınla Əlini xilas elədin, bizi də xilas elə. Şeytanların əlindən bizi də xilas elə. Ana, Ramazan ayının fürsəti bitdi. Ramazan ayı daxil olanda deyirdik nələr eləyəcək bu ayda. Amma heç nə eləyənmədik biz. Ay bitdi, biz heç nə eləyənmədik. Onlar Allaha deyəsən ki, görməməzliyə vursun bu orucu. Onlar Allaha deyəsən ki, bu namazı, bu orucu bizə bağışlasın. Heç elə bil ki, görməməzliyə vursun. Bir cavan can verirdi, canı bədənindən çıxmırdı. Peyğəmbər dedi ki, bu cavan nəsə çətin can verir, anasını çağırın, ananı çağırdı. Dedi, ana, narahatlığım var oğlundan. Dedi, ya Rasulallah, bəl ürəyimi bək sındırıb. Dedi, ana, qurban olum, bağışla da, onu bağışla, rahat can versin. Dedi, yo, ya Rasulallah, o məni çox pis incidir. Deyir, dəmiri qızdırdılar, balasına gətirib yaxınlaşdıranda, ana dedi, bağışladım, ürəyim dözmür. Uşaq deyir, rahat can verdi. Mən də anamıza, xanım Zəhraya deyirəm, xanım, biz də səni çox incitmişik, sənin üzvə ağ olmuşuq günahlarımızla. Olmaya bizdən narazısan, amma yox, sən eşitmişik, belə ana deyilsən. Sənin eşitmişik çox vəfasız qonşuların var idi. Sən onların qapısını döyürdün, onlar qapılarını üzvə bağlayırdılar. Amma sən axşam neynirdin, o vəfasız qonşuları dua edirdin. Mən ki, sən incitməmişəm, sənin üzvə qapı bağlamamışam. Mən həmin adamam Əyyam-ı Fatimiyədə ya Zəhra demişəm. Mən həmin adamam Məhərrəmdə sənin Hüseynivə göz yaşı tökmüşəm. Necə qiyamətdə bizə şəfaət eləyəcəksən? Ramazan ayının son günüdür, heç nə eləyənmədim, dizimi qucaqlayacam axşam. Deyəcəm, ana, özün gəl köməyimə, əlimdən tut. Sən o anasan ki, 1.50 qunut tutub, ona insafsızlıq, vəfasızlıq eləyənləri dua eləyirdin. Biz bu aydan əli boş ayrılacaq. Xanım Zəhranı dəvət edirəm. Vida anlarında, vida anıdır. Vida anında Allaha and verirəm, Həzrət Fatimənin o zamanına ki, Əlidən ayrılırdı. Eşitmişsiniz də, Əli hey deyirdi, kəllimini, kəllimini, Zəhram məni danışdır, mənimlə danış. Danışmasam mən ölərəm. Deyir, səsin eşitdi, gözlərin açdı. Gözlərini açdı, deyir, ikisi də ağladılar. Bu şəkildə Əlidən ayrıldı. Vida rozəsidir, Hüseynlə Zeynəbin ayrılıq anı gəlir gözün qabağına. Heç cür bu bacı qardaşından ayrılanmırdı. Çox çətin idi İmam Hüseynə. Xeymələrə tərəf gəldi, bağrına bastı. Mən bəzi yerlərdə görmüşəm ki, neçə dəfə qayıtdı, çünki Zeynəb özündən gedirdi, Hüseyn ayrılıb meydana gedəndə. Qayıdıb onu özünə gətirdi, sonra getdi. Sonra meydana getdi. Biz Ramazan ayından vidalaşırıq, salamat qal.
Salamat qal ey Allahın ən böyük ayı. Salamat qal. Sabah bu məscidin divarları ağlayacaq sizlər üçün, darıxacaq. Vallahi hədislərdə var ki, yer, göy möminlər üçün darıxır. Salamat qal ey Ramazan ayının gündəlik duaları. Salamat qal. Ya Aliyyu, ya Azim, ya Gafuru, ya Rahim. Salamat qalın ey Qədir gecələri. Bikə ya Allah, bikə ya Allah. İlahi bi Aliyin, bi Aliyin, bi Ali. İlahi bi Fatimətə, bi Fatimətə, bi Fatimə. Salamat qal ey coşan kəbir duası. Subhanəkə ya la ilahe illa ənd. Əl-Ğavs, Əl-Ğavs. Xəllisna minən nar. Ya Rəbb. Sən bizi tərk edib gedirsən. Ay mübarək Ramazan ay, səndən üzr istəyirəm. Səndə elədiyim ibadətlərə, elədiyim hörmətsizliyə görə. Səndən bir xahişim var, qiyamət günü Allahla görüşəndə məndən şikayət eləmə. Mənim də bacardığım bu oldu. Mənim bir daha deyirəm, ürəyi yaralı anam var, onu bu gecə dəvət eləyəcəm. Deyir ki, kimsə bağışlanmadısa, axır fürsətdir, bu gecə, bayram gecəsi. Bilmirəm, mən bu gecəyə qalanlardanam, amma ilahi sənə vasitə gətirmişəm Həzrət Zəhranı, sən onun sözündən çıxmazsan. Ana, xahiş edirəm, o gözəl əlləri qaldır, Allahdan istə, Allah bizim günahlarımızı bağışlasın bugün. Allah bu Ramazan ayını bizə sonuncu orucluq qərar verməsin inşallah.